İzahlara baxaq nümunələr üzrə. Oxudum sözü kontekstdə iki deməli sualla işlənə bilər. Mən dərsi oxudum, nə etdim və dərsi uşaqlara oxudum, nə edim. Deməli, dum ünsürü olan söz sonluqda dum ünsürü varsa, mətndən asılı olaraq onu iki sualla oxumaq olar və bu suallardan asılı olaraq həmin sözün tərkibi fərqli olacaq. Birinci, nə etdim sualına cavab verəcəksə, burada baxırıq ki, dum hissəsi tam qoşulub suala, nə et sualına. Artıq bu deməkdir ki, bunun hər ikisi qrammatik şəkilçidir və ona görə burada do qrammatik zaman, m isə şəx şəkilçisi olacaq. İkinci sualda isə nə edim, təkcə im qoşulub və nə etlə im arasında artıq şəkilçi sualda yoxdur. Onda burada qalan şəkilçi d olacaq leksik şəkilçi və ikinci şəkilçi olacaq qrammatik şəkilçi. Və burada digər fərqlər yaranır. Deməli, birinci söz xəbər şəklində olacaq, çünki ona birinci zaman şəkilçisi qoşulub. İkinci söz əmr şəklində olacaq, çünki ona birinci şəx şəkilçisi qoşulub. Quruluş fərqi yaranacaq. Birincidə leksik şəkilçi yoxdur deyə söz sadədir. İkincidə leksik şəkilçi var deyə söz deməli, düzəltmədir. Yəni, bu şəkilçilərin ayrılması fərqli olaraq həm də digər fərqlərin yaranmasına səbəb olur.